Salam dostlar, hər vaxtınız xeyir. Mən Ləman Qarazadə. Bugün bu videoda sizinlə birlikdə magistr qəbul imtahanı üçün esse yazacağıq. Ümumiyyətlə, essenin yazılma qaydaları, strukturu, yoxlanma meyarları və s. hər şeylə bağlı geniş, uzun-uzadı bir izah videomuzun olduğunu xatırlayaq. Kimlər ki, bu videoya ilk dəfə baxacaq, tövsiyə eləyərdim əvvəlcə qaydalarla tanış olsun, yoxlama meyarlarını bilsin və daha sonra bu videoya qayıdıb birlikdə praktik eləyək. Ümumi bir izah videomuz olmağına baxmayaraq düşündüm ki, esseni əyani şəkildə birlikdə yazsaq, birlikdə praktika eləsək, daha çox yadda qalar və son günlər daha çox köməyimizə çatar. Çünki əyani gördüyümüz hər bir şeyi göz yaddaşına yadda saxlamağımız daha asandır, nəinki ümumi qaydaları bilmək. Gəlin birlikdə esse yazaq. Ümumiyyətlə, esse yazmamışdan əvvəl qısa bir xatırlatma. Deyim, esseləri hansı struktur, hansı meyarlar əsasında yoxlayır? Bunları gəlin bir dəfə təkrarlamış olaq. Deməli, birinci yoxlama meyarımız bizim essenin mövzuya uyğunluğudur. Buradan qısaca yazıram, uyğunluq. Nə deməkdir bu? Yəni, bizə verilən sualın cavabını yazırıq, yoxsa başqa bir şeydən yazırıq. Uyğunluq yoxlanılır və bu əsas meyarlardan biridir ki, bizə bal verəndə buna əsasən bal verirlər, qiymətləndirirlər. Daha sonra essemizin həcmi. Həcmi bilirsiniz, 150 söz olmalıdır minimum. 160-170 söz də okeydir. Əsas olan 150-dən az olmasın. 140 sözə qədər yoxlanılır, amma 130-dan, 120-dən aşağı olsa artıq bu zaman yəni balımızdan çıxacaqlar. Digər əsas deməli qaydalardan, birinci qaydalardan biri də strukturun yerində olmasıdır. Struktur nədir? Buradan qısaca yazıram. Yəni essemizin giriş hissəsi, əsas hissəsi və nəticə hissəsi. Bilirsiniz ki, bütün yazılarda giriş, əsas və nəticə hissəsi mütləq şəkildə olmalıdır. Yəni, bu essemizin tamlığını, bütövlüyünü göstərir. Ümumilikdə essenin strukturu yerində olmasa, bu esse yoxlama mərhələsinə keçmir. Bunu da xatırlamış olaq. Yəni, tam olmalıdır, bütöv olmalıdır. Daha sonra üslubun orijinal olmağı, yəni belə deyək ki, müəllifin öz şəxsi dəstixəti, necə yaza bilərik bunu? Müəllifin dəstixətinin olması, yəni heç bir yerdən kopya deyil, müəllifin öz sözlərinin olması, belə yazaq qısaca, öz sözləri əzbər olduğunu göstərməmək üçün. Daha sonra isə bütövlük, tamlıq və s. bunlar barədə danışdıq. Keçək ikinci yoxlama meyarına. İkinci meyarda mövzunun əhatə səviyyəsi, fikirləri, məntiqi ardıcıllıq. Buradan yazıram, məntiqi ardıcıllıq. Yəni, fikirlərimizin ardıcıllıq, fikirlərimizin məntiqi şəkildə sıralanması lazımdır bizə. İnandırıcı formada, təkziblər, şəxsi təcrübədən istifadə, neytrallığın gözlənilməsi və s. Bunlar hamısı ardıcıl şəkildə getməlidir. Üçüncü yoxlama meyarımız nədir? Qeyd edim ki, 4 meyar əsasında yoxlanılır. Burada birləşdiricilər, söz bazası, qısaca yazıram, söz bazamızın yoxlanılmasıdır bu. Söz bazasında nələr var? Məsələn, birləşdirici, linking wordlər, transition verblər və s. Birləşdirici sözlər, akademik sözlərdən istifadə, yəni yuxarı level sözlər, məsələn, ola bilər, bizdən burada düzdür, B1, B2 səviyyədə tələb olunur. B1, B2 level sözlərin işlədilməsi, qısaca bu şəkildə yazaq. Daha sonra qrammatik səhvlərimiz burada yoxlanılır, qrammatik səhvlər, leksik söz bazamız, durğu işarələri və s. Dördüncüdə isə, dördüncü də demək olar, üçüncü ilə eynidir. Burada leksik səhvlərin sayına görə leksik səhvlərimizə baxırlar və buna əsasən qiymət verirlər. Leksik səhvlərin sayına görə, söz ehtiyatımızın zənginliyinə görə, söz ehtiyatı, təkrarların olub-olmaması və s. bu kimi meyarlara görə qiymət verilir. İndi gəlin bu meyarları nəzərə alaraq essemizi yazaq. Əvvəlcə qeyd edeyim ki, hər bir deməli meyara görə qiymətləndirmə necədir? Uyğunluq və həcmə görə, yəni əgər bu hissə birinci meyar tam olsa, 1 və yaxud da 0.5 arası qiymətləndirmə edirlər və hər səhvə görə 0.5 bal çıxılır. İkinci neytrallığın gözlənilməsinə görə, bu hissəyə görə, ikinci meyarımıza görə biz 2 bal alırıq. Digər meyarlarımızda söz bazası, məsələn, üçüncü hissədə söz birləşdirici level məsələsinə görə biz 1 bal alırıq. Burada qiymətləndirməmiz deməli 1 baldır. Bircə dəqiqə, deməli, 1 bal. Bunu qeyd elədik və dördüncüdə də 1 bal qeyd olunur.
Və bizim burada indi ola bilər bəzi yerlərdə toplayırıq balımız düz gəlmir. 1, 2, 4 və burada 0.5 yazmışıq. Bu onu göstərir ki, bizim səhvlərimizə görə 0.5 bal çıxıla bilər hər səhvə görə. Ona görə diqqətli olmalıyıq ki, səhvləri həddindən çox təkrar etməyək. Gəlin indi başlayaq esse yazmağa. Bəs yaxşı, essenin mövzuları nələrdir və biz bu mövzuları hardan öyrənib yazacağıq? Bu mövzuları biz DİM-in magistr toplusunda, hansı ki biz o topludan reading və listeninglər edirik, 2025 buraxılışı. Həmin toplunun sonunda belə bir siyahı var. 40 mövzuya yaxın bir siyahı verilib, bir list verilib ki, imtahana da bu mövzulardan düşür. Həmin hissəyə baxmalıyıq, oradan uyğun olan bir mövzunu yazmalıyıq. Gördüyünüz kimi həmin mövzular bunlardır. Kitabımızın son səhifələri deməli burada qeyd olunub. Hardasa təxmini 49-a yaxın mövzu var, 50-yə yaxın mövzu var. Və mövzularımız ya agree, ya disagree, ya opinion esselərdir. Ümumiyyətlə imtahana ya agree, ya disagree düşür. Və yaxud da opinion esse düşür. Əlavə o problem solution və s. IELTS-də olan mövzuları biz burada görə bilmərik. Mövzularla da yaxından tanış olmaq üçün kitabın sonuna baxa bilərsiniz. Gəlin elə birinci mövzudan başlayaq. Birinci mövzudan bugün esse yazaq. Face-to-face communication is better than other types of communication, such as letters, email or telephone calls. Do you agree or disagree with this statement? Use specific reasons and details to support your opinion. Deyir face-to-face communication, yəni üzbəyüz kommunikasiya, əlaqə onlaynlardan digərlərindən daha yaxşıdır. Hansı ki zəngdir, məktubdur, e-maildir və s. Sən bu fikirlə razısan, yoxsa narazısan? Öz şəxsi səbəblərini və detallarını qoyaraq fikrini deməli support edirsən, yəni dəstəkləyirsən. Gəlin indi bu mövzudan essemizi yazaq, görək necə yazılır. Birinci yazanda nəyə fikir verməliyik? Girişimizə. Essemizin girişi olmalıdır. Əgər dediyim kimi giriş, əsas, nəticə bir-birindən fərqlənməsə, bu esseni yoxlamırlar. Yəni struktur olmayan esseni yoxlamaq olmur. Biz struktur daxilində yazmalıyıq ki, struktur daxilində olan essenin girişi, əsası bir-birindən fərqlənsin. Girişin son cümləsindəki tezis cümləni tapa bilək, mövzuya uyğun olub-olmadığını yoxlaya bilsinlər və s. Və təbii ki, sualı yadda saxlayırıq diqqətlə. Bəzi tələbələr sual verir ki, biz həmin sualı ora köçürməliyikmi, yoxsa yox? Bu təbii ki, sizin özünüzdən asılıdır. Köçürmək necə? Köçürürsünüzsə eynisini yox. Təbii ki, parafrez eləyib köçürməlisiniz. Başladıq indi girişi yazmaqdan. İndi baxın, mən də həmin formada parafrez eləyəcəm. Orada sualda verirdi ki, bu günlərdə face-to-face communication yaxşıdır, yoxsa digərləri, hansı ilə razısan və yaxud narazısan. İndi mən bu cümləni dəyişdirirəm. Yazıram ki, bax, Azərbaycan dilində fikirləşək, çox sadə cümlələr qururam. Deyirəm ki, müasir dünyada insanlar bir neçə yolla bir-biri ilə əlaqə, kommunikasiya saxlaya bilərlər. İndi gəlin bu cümləni addım-addım tərcümə edək. Deyirəm ki, in the modern world, müasir dünyada, vergül qoyuram, durğu işarələrinə fikir verin, qrammatik səhv olaraq bal çıxıla bilər. People, insanlar, əlaqə saxlayırlar, kommunikasiya yaradırlar. Deməli, communication, tələsik yazıram deyə, burada hansısa hərf səhvləri ola bilər. Bunları bu günlük görməzdən gələk. In many different ways. In many different ways. Birazdan sözləri qısaldılmış versiyada yazacağım ki, video çox uzun olmasın, əsas odur başa düşəsiniz. Deməli, bugün insanlar müasir dünyada bir neçə fərqli üsulla əlaqə saxlayırlar, kommunikasiya qururlar. Orada da cümlədə qeyd olunmuşdur. Mən onu parafrez eləməyə çalışıram ki, hansılardır? Including, buna daxildir nələr? Including letters, məktublar. Çünki özü nümunədə letters yazıb, məktublar. Daha sonra emails, emaillər. Daha sonra and phones, telefon yazaq. Burada da telefonlar vasitəsilə əlaqə saxlayırlar. Telefon zəngləri yazaq. Okey. Birinci cümləni, orada yazılan cümləni burada parafrez eləmiş oldum. İndi keçirəm ardını yazmağa. Lakin, however, ardından yaza bilərsiniz. Sadəcə bura qaralama olmasın deyə bu tərəfdən yazıram. Amma siz bunu ardından yazmalısınız. However, lakin, bəzi insanlar təbii ki, üz-üzə deməli, kommunikasiyanı üstün tutur, effektiv hesab edir digərlərindən. Beləcə də yazacağım. However, some people və yaxud da some individuals yaza bilərik. Burada people sözü təkrar olmasın deyə buna fikir verin. İndi mən tələsi yazıram deyə bəzi yerlərə fikir vermirəm. Video uzun olmasın deyə. Some people deməli believe tələsdim, hərf səhvləri başladı. Believe that
İnanırlar ki face to face communication, qısaca yazıram, communication is more effective. Düşünürlər ki, bu daha effektivdir than all other forms. Digər bütün formalardan. Bəli, bu daha effektivdir. Bunu fikirləşirlər ki, kommunikasiya üz-üzə daha yaxşıdır. İndi məndən soruşub ki, sən bu fikirlə razısan yoxsa yox? Mən bunu qeyd eləməliyəm burada. I agree. Mən razıyam with this opinion. Bu fikirlə. Opinion. Mən bu fikirlə razıyam. İndi cümləm qısa, basit olmasın deyə, simple olmasın deyə uzadıram ardını ki, because, çünki birbaşa kommunikasiya neynir? Məndən məsələn burada nə yaza bilərəm? Çünki səbəb olaraq. Birbaşa kommunikasiya, üz-üzə kommunikasiya insanı daha aydın başa düşməyə və daha dərin, güclü bağ qurmağa məsələn sövq eləyir deyək, yaradır deyək. Okay, because direct birbaşa, üz-üzə, direct communication və yaxud da direct speech yazaq, direct əlaqə yazaq və s. Təkrar eləməmək üçün yaza bilərsiniz siz bu sözləri. Communication qısaca yazıram. Provides, provide təmin etməkdir. Provides clearer, müqayisə dərəcəsində yazırıq. Clearer understanding qısaca yazdım. And daha güclü bağ qurmağa, stronger, onun müqayisə dərəcəsinə yazmışam deyə bunu da yazıram. Personal connection. Connection sözünü də qısaca yazdım. Bu artıq bizim giriş hissəmiz oldu. Xəttim çox gözəl olduğuna görə ümid edirəm başa düşürsünüz. Deməli, biz burada əsas fikirləri yazdıq. Bu ilk cümlədə parafrez elədik ki, müasir dünyada kommunikasiyanın bir neçə rolu var, bir neçə yolu var. Telefon, məktub, e-maillər və s. İnsanlar inanır ki, ən yaxşısı face to face-dir. Mən də bu fikirlə razıyam. Çünkisini də yazdım ki, çünki face to face communication insanı məsələn daha yaxşı əlaqə qurmağa, daha yaxşı şəkildə başa düşməyə kömək eləyir. İndi keçməliyəm. Deməli, bunun body hissəsini yazmağa. Body hissəsini aşağıdan yazıram, başlayaq. Body'də nə yazacaq? Dedik, face-to-face communication yaxşı bir şeydir. İndi yaxşı tərəfləri nələrdir? Bunları açmalıyam. Birinci başlayıram firstly sözündən. Böyük hərflə yazmalıydıq. Deməli, first of all, uzun yazaq ki, first of all, biraz söz daha çox olsun. First of all, face-to-face communication, face-to-face communication, qısaca yazıram burada, communication, icazə verir insanlara fikirlərini daha yaxşı ifadə eləmək üçün, məsələn, allows, icazə verir, people, insanlara, to express, ifadə etməyə, to express, öz hisslərini, məsələn, their feelings, and və həm öz fikirlərini yaxşı ifadə eləməyə və tutaq ki, ideyalarını aydın çatdırmağa. Ideas, ideyalarını more clearly, daha aydın. Bu şəkildə yazaq, zərfdən istifadə eləyək. More clearly. Aha, bu cümləni bitirdik. İndi məsələn, başqa nə yaza bilərəm bu mövzu ilə bağlı? Deyə bilərəm ki, insanlar söhbət eləyərkən, tutaq ki, bədən dillərindən istifadə edirlər, üz mimikalarından, göz kontaktı qururlar və s. və bu anlaşılmazlıqların aradan qaldırılması üçün yaxşı bir vasitədir. Okay, necə yazaq indi bu cümləni? Deyirəm, insanlar söhbət eləyərkən when və yaxud da while yaza bilərsiniz. İnsanlar sözünü təkrar eləməmək üçün individuals yazıram bu dəfə. When individuals, buradan yerləşməyəcək deyilə qısaca yazıram. When individuals talk, söhbət eləyərkən, in person, yəni insanlarla üz-üzə söhbət eləyərkən. Onlar istifadə eləyirlər, they can use, istifadə eləyirlər body language-dən. Body language-dən. Language. Okay, qısaca yazdıq bunu da. Və yaxud da üz mimikalarından tutaq ki. Facial expressions. Okay, bunu da qısaca yazdım. Və məsələn, göz kontaktından. Eye contact. Okay. Daha sonra deyirəm, bunlar kömək eləyir, bu elementlər insanlara anlaşılmazlıqlardan qaçmaq üçün kömək eləyir.
These böyük hərflə yazacağıq. Siz mənim yazıma fikir verməyin. These elements, bu elementlər, yəni bu faktlar help, kömək eləyir. To avoid, qaçmağa. Nədən qaçmağa? Anlaşılmazlıqlardan uzaq durmağa. Understandings, cəm yazaq özdə. Anlaşılmazlıqlardan qaçmağa kömək eləyir. Hansı ki, məsələn, mesajlarda biz onu görürük, telefon zənglərində görürük. Cümləmiz biraz daha uzun olsun. That, hansı ki, often, tez-tez baş verir. Often, occur, o hərfidir bu, occur və yaxud da happen yaza bilərsiniz. Deməli, in written, yazılmış mesajlarda, in written, message, and və yaxud da or, qısaca or yazaq. Başqa harda ola bilər dedik, zənglərdə, telefon zənglərində, phone calls, telefon zənglərində ola bilər. Məsələn, gəlin nümunə çəkək yazdığımıza. For example, nə yaza bilərik? For example-dan sonra da həmişə vergül qoyuruq. For example, during my university years, tutaq ki, deyirəm, mən universitet illərimdə, university years, indi misal çəkirəm ki, məsələn, mən universitet illərimdə qrup müzakirələri daha çox produktiv idi. Yəni, üz-üzə söhbətini eləməyimiz, nəinki mesajlaşma şəklində. Tutaq ki, yəni, ağlıma gələn hansısa bir nümunəni yazıram. O son nümunə onlara maraqlı deyil. Əsas odur ki, biz orada fikrimizi tam şəkildə çatdıraq. In my university years, group discussion, qısaca yazıram discussion. Okay, were, cəm olduğuna görə discussion, were much, daha çox, much more productive idi. Daha çox, yəni, productive idi. Productive. When we met in person, yəni üz-üzə görüşməyimiz zamanı daha produktiv olurdu danışmağımız. İndi müqayisə eləməliyəm. Digərlərinə nisbətən, deməli, rather, nisbətən, than, communication through message, communication with message, hansını istəsəm yaza bilərəm. Communication, məsələn, through olsun bu dəfə, through message. Mesajlara baxmayaraq, mesajlara rəğmən, yəni bu daha effektiv idi deyirəm. Okay, məsələn, bu bir bayda ola bilər. Vaxtımız yarım saat olduğuna görə, məncə kifayət qədər rahat yazmaq olar. Keçərəm, məsələn, hissəni yazmağa. Burada nə yazacağıq? Deyirəm ki, başqa face-to-face communication hansı müsbət tərəfləri var. Deyirəm ki, məsələn, o insanlara emosional bağ qurmağa, aralarında inanc qurmağa kömək eləyir, professional əlaqələr yaratmağa kömək eləyir və s. E-maillər, məktublar, məsələn, vaxtımıza qənaət eləyir, amma onlar bizə dərin emosional bağ qurmağımızda, məsələn, zəifdir. Bu kimi şeyləri də yaza bilərəm bura. Əsas fikir olsun. Yəni, ağlımıza gələn brainstorming, nə gəlirsə yazırıq həminən. Məsələn, yazaq ki, moreover, əlavə olaraq, moreover, bu sözlərdən istifadə eləməyə çalışın. Çünki bunlar həm söz sayını artırır, həm də essemizi daha belə zəngin göstərir ki, yəni həqiqətən bu adamın söz bazası var və daha dolğun şəkildə yazır. Moreover, face-to-face, bu dəfə communication yazmıram, məsələn, interaction yazıram. Interaction. Deyirəm ki, üz-üzə interaction, help, kömək eləyir. To build, qurmağa, yaratmağa, nə? Emosional bağ və inam yaratmağa. Məsələn, trust, bu tərəfdən yazaq. Build trust. Deməli, and emotional connection. Emotional connection. Əlaqə yaratmağa. Daha sonra, məsələn, dedim ki, e-mail və məktublar vaxta qənaət edir, amma yarada bilmir də bu şeyləri. İndi həmin cümləni qeyd edirəm. Emails and və yaxud da orada yaza bilərəm, letters. Məktublar və e-maillər may save time. Vaxta qənaət eləyə bilər. But, ancaq onlar həmişə yəni emosional cəhətdən çatışmazlıq yaradırlar. But they usually
usually lack, çatışmazlıqdır bilirsiniz. Emotional depths. Emotional depths də dərinlik. Aha. Bu hissəni də tamamladıq. İndi məsələn, əlavə olaraq buna da nümunə çəkə bilərəm. Hansısa bir nəyisə göstərə bilərəm ki, yəni buna nümunə olaraq for example kimi. Bu dəfə for example yazmayacağım. Başqa bir sözdən. From my own experience. Mənim şəxsi təcrübəmə deyir əsaslanaraq. Yəni bunun doğru olub olmadığını orada heç kəs yoxlanmır. Ona görə də çalışmalıyıq ki, sadəcə fikirlərimizi, ağlımıza gələn şeyləri yazaq. From my own experience nə yaza bilərəm? Vacib qərarlar vermək, məsələn, daha asan olur. Tutaq ki, face-to-face communication zamanı. Yəni, mənim fikrimcə, vacib hər hansısa bir qərar verirsə, üz-üzə söhbət eləmək, müzakirə eləmək, bu daha asandır. Okay, yazıram. Important decisions, qərarlar, decisions are easier, daha asandır. To make when people, yəni insanların söhbət elədiyi zaman, people discuss, müzakirə eləyirlərsə, onları, həmin o qərarları face to face. Düzdür, burada face to face sözü çox təkrar oldu. Ancaq sualın özündə vardı ya, bunu bizə irad tuta bilməzdir. Okey, bu hissəni də tamamladım. Başqa nə yaza bilərəm? Artıq məncə kifayətdir. Ona görə də indi gəlin nəticə hissəsini yazaq. Keçirəm nəticə hissəsinə. Nəticə hissəsi in conclusion sözündən başlamalıdır. Bunu yadda saxlayın. Yəni, necə ki, girişdə first sözü yazdım. Daha sonra bodylərdə fikrimi bildirdim. Moreover, however və s. Burada da in conclusion sözündən bildirməliyəm ki, bu niyə yazmır? Aha, in conclusion, nəticədə, baxmayaraq ki, məsələn, məktublar, e-maillər, telefon zəngləri daha uyğundur, daha rahatdır. Face-to-face communication isə daha effektiv olaraq qalır. Bu cümləni yazsam, nəticə hissəsi üçün kifayətdir. In conclusion, baxmayaraq ki, although letters, qısa yazıram yenə sözləri başa düşməyənlər üçün deyim. Letters, emails, and, deməli, məsələn olsun, phone calls, telefon zəngləri, deməli, are convenient, uyğundur, yəni daha rahatdır, daha əlverişlidir. Convenient, əlverişli deməkdir həm də. Convenient. Aha. But, ancaq, face-to-face communication, yenə təkrar eləmiş olduq. Face-to-face communication. Məsələn, başqa bir şey yazaq. Remains most effective way. Deyirəm ki, yəni daha effektiv yol olaraq qalır. Remains most, özdə ən effektiv yol olaraq deyək, daha deməyək. The most effective way of, məsələn, nəyin daha yaxşı ola bilər? Fikir mübadiləsinin. Exchange ideas, tutaq ki. Fikir mübadiləsinin ən yaxşı olaraq qalır. And və building strong relationship. Okey. Bununla da yekunlaşdırmış olduq. Yəni, gördüyünüz kimi, sadəcə ağlımıza gələn şeyləri yazırıq bura fikir olaraq. Çünki burada bizə, məsələn, xüsusi bir struktur falan, nəsə ciddi bir şablon təqdim olunmur. Və video başlayandan bəri bir 3-4 dəqiqəni falan çıxsaq, ilk 3-4 dəqiqə əlavə danışdıq. 20 dəqiqə ərzində biz bunu yaza bildik. 20 dəqiqəyə bir cümləni, verilən sualı parafrez eləyib dəyişdirdik, girişə yazdıq. Bu fikirlə razı və ya narazı olduğumuzu göstərdik. Buradan indi yenidən göstərim. Baxın, bu hissədə mən cümlədən verilən sualı dəyişdirib parafrez elədim. Bu hissədə bu fikirlə razı və narazı olduğumu göstərdim və səbəbi ilə bir yerdə niyə razıyam, niyə narazıyam. Daha sonra body hissəsinə başladım. Body hissəsində o tərəfini tutduğum fikir barədə mənfi müsbətlərini yazmağa çalışdım ki, bunun müsbət tərəfi nədir? Mən niyə bu fikri dəstəkləyirəm? Müsbətləri nələrdir face-to-face communication? Bunlarla bağlı ağlıma gələni yazdım. İlk ağlımıza gələni, yəni orada çox fikirləşməyə vaxtımız yoxdur. Daha sonra çalışdım ki, bacardığım qədər for example verim, nümunələr göstərim. Burada iki yerdə deməli for example verdim.
Artıq əsas ideyanı, fikri çatdırdım deyə çalışdım ki, çox təkrara yol verməyim, eyni fikri dəfələrlə yazmaqdansa qısa lakonik yazmağa çalışdıq. Və deməli biz bu hissədə də conclusion hissəni yazdıq, nəticə hissəsi. Nəticədə də girişdə yazdığım ümumi fikri yenidən ümumiləşdirdim, yenidən parafrez elədim. Vəssalam, bununla da artıq essemiz bitmiş oldu. Yəni bu cür yazırıq biz esseni yazanda imtahanda. Burada söz sayı hal-hazırda yəqin ki 150-ni keçmiş olar. İndi o qədər saymaq istəmirəm. Və xətti mənim kimi pis olanlar çalışsın ki, səliqəli yazsınlar. Burada indi tələsi oldu deyə, məsələn, mən bu cür yazıram. Siz çalışın, vərəqlərdə tələsməyin. Abzasları gözləyin. Bu xətləri keçməyin, bu xətlər daxilində yazın. Durğu işarələrinə çox önəm verirlər. Fikir verin orada. Hər durğu işarəsinin səhvinə görə qrammatik səhv sayılır və 0.5 bal çıxılır. Yəni demirəm, burada hər vergülə görə 1 bal. Ümumi mətndə vergül sayı 5 dəfə səhvdirsə 0.5 bal çıxılır. Sual işarəsinin sayı 5 dəfə səhvdirsə 0.5 bal çıxılır. Yəni bu şeylərə fikir verin ki, balımız boş yerə getməsin. Əsas ideyaya fokuslanın. Essedə nədən razı, narazı olduğunuzu soruşursa mütləq bu cümləni yazırsınız. Parafrez, təkrarlara yol verməyin. Yəni daha çox parafrez edin ki, bir cümlədə 50 dənə eyni sözü işlətməyəsiniz. Yuxarı level sözlərdən istifadə eləyəsiniz və təbii ki, bu yuxarıda yazdığım deməli struktura, meyarlara tabe olmağa çalışın. 2 dəqiqədən bir yazdığınız essenin sözünü saymayın ki, 150-yə çatdım yoxsa yox. Bu vaxt aparır. Sonda 1-2 saniyə, onsuz vaxtımız olur da 1 dəqiqə 30 saniyə falan. Həmin zaman ərzində istəsə saya bilərsiniz, ürəyiniz rahat olsun. Amma yəni o 140 sözü də yoxlayırlar deyə buna çox fokuslanmayın. Məntiqi ardıcıllığı gözləyin. Elə məsələn ağlıma gəldi, durun bu şeydən də yazım yox. Məntiqi ardıcıllıq necə gedirsə, esseni yəni yazarkən bu fikirdən sonra bunu demək olarmı? Bunu fikirləşin. Söz bazamız onsuz da yəni artıq nə biliriksə odur. Amma yəni növbəti imtahana qədər çoxlu sinonimlər öyrənə bilərsiniz essedə istifadə etmək üçün. Qalan meyarları da artıq dedim. Yəni belə bu şəkildə esse yaza bilərsiniz. Ümid edirəm ki, praktik olaraq faydalı oldu ümumi qayda izahından sonra. Hər birinizə uğurlar arzulayıram. Şablonlara çox fikir verməyin. Sonda məsləhət olaraq bunu deyə bilərəm ki, şablonlar DİM tərəfindən artıq müəyyən olunur. Yəni artıq bilirlər ki, şablon əzbərlənir. Belə bir şey yayılıb tələbələr arasında. Çünki necə ki pozanla imtahana getməyi hər yerdə viral elədilər. Artıq pozanları qadağan olunub imtahanı aparmaq olmaz. Eləcə də esse şablonları hər yerdə artıq yayılır, paylaşılır. Hamı bunu yəni bayraq eləyib əlində şablon əzbərləyin, esse yazın və bunu artıq müəyyən eləyən kimi 0 bal verirlər. Çalışın şablonlardan çox özünüz yazasınız. Öz beyninizin məhsulu olsun, öz fikirləriniz olsun, təbii olsun. Sadəcə hər mövzu haqqında birazca məlumatlı olsanız, o həmin o DİM-in verdiyi listəki mövzular barədə biraz məlumatlı olsanız, təbii ki yaza biləcəksiniz. Çətin bir şey yoxdur və yoxlama meyarlarını, strukturu bilsəz, istənilən mövzu olur olsun, yəni hansı mövzu olsun, siz o mövzunu bu şəkilə uyğunlaşdırıb yaza biləcəksiniz. Çətin və qorxulu bir şey yoxdur. Sadəcə Azərbaycan dilində qurduğunuz fikirləri, sadə fikirləri tərcümə edirsiniz. Belə, bugünlük bu qədər. Aydın olmayan yerlər olsa, sualınız yaransa rəylərdə qeyd eləyərsiniz. Hər birinizə təkrar uğurlar arzulayıram. İnşallah esse-nin nəticələriniz çıxanda bu videonun altında rəylərinizi gözləyəcəm. Hələlik növbəti videolarda görüşərik. Özünüzə yaxşı baxın. Sağ olun.